İmam Əli əleyhissalamdan soruşurlar ki, məl iman. İman nədir? Həzrət buyurur, iqrarun bil lisan, dildə iqrar eləməkdir. Təsdiqun bil qəlb, qəlbdə onu təsdiqləməkdir. Çünki dili ürək həmişə təsdiqləmir. Dildə demək bir, qəlbin təsdiqləməsi və ərkanun bil əməl. Üçüncüsü də əməldə onu göstərmək. Deməli, iman ürəkdə doğulur, əxlaqla böyüyür, əməldə kamilləşir. Sən əməli şəkildə onu etmiş olsan, o kamil halına gəlib çıxar. Deməli, əxlaq imanın dilə gəlmiş halıdır. İman nə qədər dərindirsə, əxlaq bir o qədər gözəldir. Yəni, imanı çox olanın əxlaqı təbii ki, əgər bir mömin kimi görsənirsə, onun əxlaqda problemi varsa, o zahirdədir. Dərin iman sahibidir. Çünki dərin iman sahibinin göstəricisi onun kamili öz əməlində təsdiqini tapır.